Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında. Salam, əziz və dəyərli, çox hörmətli dostlar, çox hörmətli izləyicilər. Hər birinizi salamlayırıq, hər birinizə çox salamlarımızı göndəririk. Allah hər birinizi var eyləsin inşallah. Bu mübarək ayda Allah oruclarınızı və ibadətlərinizi öz dərgahında ən ali dərəcədə qəbul eyləsin inşallah. Bildiyiniz kimi, dəyərli dostlar, bizim gündəlik Ramazan çıxışlarımız öz axarında davam edir inşallah. Bugün artıq 10-cu gündür, yəni 10-cu çıxışımızdır. 10-cu çıxışımızın mövzusu, yəni ümumiyyətlə mövzumuz qulluğun mahiyyəti haqqındadır və alt başlığımız qulluğun mahiyyətidir. Bugünkü alt başlığımız oruc və nəfsin tərbiyəsi haqqında olacaqdır, dəyərli dostlar. Biz bundan əvvəlki 9 çıxışımızda həqiqətən də çox gözəl rəylər gəlir, çox gözəl fikirlər gəlir. Mən buna görə çox təşəkkür və minnətdarlığımı bildirirəm həqiqətən də. Biz bir xeyli nəticələr aldıq bu 9 çıxışda həqiqətən. Bir xeyli nəticələr aldıq və buna görə də mən təşəkkür edirəm, əgər ki, hər şey sizlər üçün aydındırsa doğrudan da. Bugün demək biz oruc və nəfsin tərbiyəsi haqqında danışacağıq. Keçən çıxışımızda, dünənki çıxışımızda biz nəfsin mərhələləri, dərəcələri bunun haqqında danışmışdıq. Yəni nəfsin mərhələlərinə qısa bir değinmişdik. Bugün oruc və nəfsin tərbiyəsi alt başlığında çıxış edəcəyik inşallah. Ümumiyyətlə belə başlayaq. İnsanın həyatı sadəcə fiziki ehtiyacların qarşılanmasından ibarət deyil. Yəni insan sadəcə cisminin, cismani tərəfinin ehtiyaclarının qarşılanmasından ibarət deyil. Niyə? Çünki insanın həm cismani, həm də ruhani tərəfi var. İnsan həm bədən, həm də ruhdan ibarət bir varlıqdır və bu iki tərəf arasında tarazlıq qurulmadıqda insan daxili sükunət tapa bilmir. Yəni bu ikisindən paralel şəkildə yararlanmaq çox mühüm amillərdən biridir. Yəni və İslam ibadətlərinin əsas hikmətlərindən biri də bu tarazlığı təmin etməkdir. Yəni İslamın belə deyək ki, buyurduğu, yəni İslam ibadətlərinin əsas hikmətlərindən biri bunları paralel şəkildə istifadə edilməlidir və bu ibadətlərdə oruc xüsusi yer tutur. Oruc insanın yalnız bədənini deyil, daha çox nəfsini tərbiyə edən bir ibadət növüdür. Yəni insanın sadəcə cismani tərəfdən, səhv eləmirəmsə Həzrət Əlinin belə bir sözü var idi ki, yəni nəfsin oruclu deyilsə cisminə əziyyət vermə. Yəni belə bir təxmini deyirəm, hədisdir, belə bir hikmətli kəlam var. Yəni ruhun oruc deyilsə cisminə zülm vermə adlı. Yəni çünki orucun hikməti əslində budur. Yalnız qarın acılığı deyil, nəfsi tərbiyə etmənin ən böyük vasitəçilərindən biridir. Yəni orucun xüsusi bir rolu vardır bu yönlü. Yəni nəfs təbiəti etibarilə istəklərə meyillidir. O rahatlıq istəyir, ləzzət istəyir, dərhal əldə etmək istəyir. Bir hökmranlıq qurmaq istəyir insanın üzərində. Yəni o istəmir insana tabi olsun, onun istəyi insanın ona tabi olmasıdır. Yəni insan əgər bu istəkləri idarə etmək öyrənməzsə zamanla nəfs onu ələ keçirər. Zamanla nəfsinin əsrinə çevrilə bilər. Bu səbəbdən oruc insanın nəfsinə dayan, stop əmrini verən bir məktəbdir əslində. Yəni belə deyək ki, sözün düzü həqiqətən belədir bu.
Yəni oruc belə deyək də, oruc tutulan zaman 15 saat ki, 16 saat ki, indi təxmini deyirəm. Oruc tutan insan halal olan bir çox şeydə müəyyən bir müddət ərzində uzaq qalır. Bu yeməkdir, içmək və digər ehtiyaclar insan üçün təbii və halal olan ehtiyaclardır. Yəni burada heç bir şey yoxdur. Bu insanda olan şeylərdir, olası bir şeylərdir. Lakin oruc insanı indi burada belə bir sual yarana bilər ki, bəs niyə biz məhrum oluruq? Yəni bu halallardan oruc bizi oruc zamanı niyə məhrum oluruq? İndi ola bilər. Səbəb odur ki, oruc insanı bu ehtiyaclardan müəyyən zaman ərzində uzaq saxlayaraq ona əslində böyük bir dərs vermiş olur ki, insan istəklərinin sahibi olmalıdır, əsiri yox. Orucun mahiyyəti elə budur. Oruc bizə deyir ki, istəklərin əsiri olma, istəklərin sahibi ol. Orucun bizdən istəyi budur. Bizə bu dərsi verir. Bu baxımdan oruc sadəcə aclıq və susuzluq deyil. Əgər oruc yalnız bədən səviyyəsində qalarsa, onun hikməti tam başa düşülmüş olmaz. Bayaq o Həzrət Əlinin dediyimiz kəlamından bir sözdür. Əsl oruc insanın dilini, gözünü, düşüncəsini və davranışlarını da tərbiyə etməsidir. Yəni orucu tutduğumuz zaman belə orucun mahiyyətini biz dərk etməliyik. Orucun haqqında bir düşünməliyik. İndi bəzi şəxslər hamıya aid eləmirəm. İndi eşitmişəm, görmüşəm sosial şəbəkələrdə var elə. Orucu nədən sırf indi Allah bağışlasa arıqlamaq üçün kilo alacağam. Nə gözəl fürsətdir Ramazan ayından. Bu Ramazan ayının feyzindən, bərəkətindən tamamilə mərhum bir şəxsdir. Dərk eləmir bunu. Nədir? Sırf orucun onun arıqlaması üçün bir fürsət olduğunu iddia edir. Bu doğru deyil. Yəni insan boş sözlərdən, qırıcı davranışlardan və mənasız məsuliyyətlərdən uzaqlaşdıqca oruc həqiqi mənasını tapır. Yəni insan əslində bədəni oruc olduğu kimi ruhu da oruc olur, dili də oruc olur. Yalan söz danışmır. Boş söhbətlərdən uzaq durur. Pis sözlərdən uzaq durur, qırıcı davranışlardan uzaq olur, mənasız məsuliyyətlərdən uzaqlaşır. O feyzi dərk edir, Quran oxuyur. Hər gün dəyərli bizim böyüklərimiz, bizim alimlərimiz həqiqətən böyük şəxsiyyətlər olur. Onların çıxışları dinlənilir. Ramazan ayı boyunca bizim bir çox alimlərimiz çıxış eləyir. Artıq bu insan ruhunda artıq inkişaf etməyə başlayır. Yəni insan artıq bundan sonra orucun mahiyyətini dərk etməyə başlayır. Orucun başqa bir mühüm tərəfi isə insanın daxili dünyasında yaratdığı bir şüurdur, əslində dəyərli dostlar. Yəni insan aclıq hiss etdikcə başqasının halını daha yaxşı anlayır. Yəni fəqirin halından anlamağa başlayır. Orucun hikmətlərindən biri də budur. Onun fəqirin halından anlayır insan. Bu sadəcə sosial empatiya deyil, həm də mənəvi bir oyanış deməkdir. Yəni insan anlayır ki, sahib olduğu nemətlər təsadüfi deyil, Allah tərəfindən ona bəxş edilmiş bir nemətdir. Onların qədrini bilməlidir. Yəni insan anlamalıdır ki, əslində mən nələrə qadirmişəm. Buna sahib olmayan nə qədər insanlar var. Nə qədər korluq çəkən insanlar var. Bunu insan daxil etmiş olur. Artıq iç dünyasında bir oyanma başlayır. Yəni nəfsin tərbiyəsi isə məhz belə başlayır. İnsan özünü məhdudlaşdırmağı öyrəndikcə daxilindən yeni bir güc formalaşır. Bu güc iradə gücüdür. İradə gücü isə insan həyatını istiqamətləndirən ən mühüm xüsusiyyətlərdən biridir həqiqətən də. Və Ramazan ayı bu baxımdan bir təlim dövrü kimidir.
Yəni insan bu müddətdə özünü tanıyır. İnsan bu müddətdə nəfsini tanıyır. Onun zəif və güclü tərəflərini görür. Onu idarə etməyi öyrənir. Və bunu sadəcə Ramazan ayı daxilində etmək bu da düz deyil. Əgər bu tərbiyə, əgər bu addım, əgər bu inkişaf, əgər bu daxili oyanış Ramazan ayı bitdikdən sonra da, yəni Ramazan bitdikdən sonra da davam edərsə, o zaman oruc öz həqiqi məqsədinə qovuşmuş olur. Yəni Ramazan ayından bir məqsədlə, yəni bir anlayışla çıxılan zaman bu zaman orucun həqiqi məqsədinə insan çatmış olur. Və deməli oruc insanı sadəcə ac qoymaq üçün deyil, onu azad etmək üçündür. Çünki nəfsinə qalib gələn insan həqiqi azadlıqdadır. İnsan nəfsini idarə etdikcə onun ruhu yüngülləşir, qəlbi sakitləşir və həyatına daha dərin bir məna qazandırmış olur. Dəyərli dostlar, yəni bura qədər bizim aldığımız mühüm nəticələrdən biri də orucun əsas mahiyyətini, əsas məqsədini tam şəkildə dərk etməyimizdir. Yəni oruc həqiqətən də insan bədənin və cismanın paralel şəkildə idarə edilməsində və insanı həqiqətən kamal dərəcəsinə çatdırmaq yolunda xüsusi bir yer tutur. Çünki oruc yalnız cismani tərəflə kifayətlənmir inkişaf baxımından, ruhani tərəflə, həm də ruhani tərəflə insanı tərbiyə edir. Yəni yalnız bədənini deyil, daha çox onun nəfsini tərbiyə edir. Ruhani tərəfini inkişaf etdirir nəfs. Üzr istəyirəm, oruc. Deməli, bura qədər aldığımız nəticə odur ki, oruc insanı azad edir. Oruc insana özünü tanıtdırır. Orucun mahiyyətini dərk etmiş bir şəxs artıq həqiqət yolunda əmin addımlarla addımlamış olur deməkdir. Bugünlük çıxışımı da bitirirəm. Dəyərli dostlar, ümid edirəm hər şey aydın olmuşdur. Sabah yenə görüşəcəyik öz qaydasında. İnşallah sabah Allahın da izni ilə 11-ci gündür. Sabah yenə öz axarında davam edəcəyik. Gözəl başlıqlarla inşallah bizi izlədiyiniz və dinlədiyiniz üçün təşəkkür edirik. Yenidən görüşənə qədər inşallah sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər. Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında.